Əl Nəsir və Portuqaliya millisinin ulduz hücumçusu Cristiano Ronaldo 40 yaşında 1,4 milyar dollar sərvəti ilə tarixdə ilk milyarder futbolçu olub. Today Press TV xəbər verir ki, o bu sərvəti ilə Bloomberg agentliyinin ən varlı adamları siyahısına düşüb. Ronaldo'nun sərvəti Səudiyyə Ərəbistanının Əl Nəsir klubu ilə imzaladığı 400 milyon dollarlıq müqavilə və Nike, Armani kimi markalarla sponsorluq anlaşmaları ilə yüksəlib. Ronaldo 2002-ci ildən 2023-cü ilə qədər 550 milyon dollar maaş, Nike ilə 10 illik 18 milyon dollarlıq müqavilə və digər sponsorluqlardan 175 milyon dollar qazanıb. 2023-cü ildə Əl Nəsirə keçidi ilə illik 200 milyon dollar vergisiz maaş və 30 milyon dollar imza bonusu əldə edib. Digər biznesləri olsa da sərvətinin əsas mənbəyi futbol gəlirləridir. O 2025-ci ildə Əl Nəsirlə yeni müqavilə imzalayıb və bu müqavilədən yüksək gəlir qazanıb. Bütün bunlar onun sərvətinin artmasına səbəb olub. Namiq Abbasov, Today Press TV.